Salam dəyərli dostlar, hər birinizi xoş gördük. Ruhumuzun şəfası verilişinin növbəti buraxılışına hər birinizi salamlayıram. Əminəm ki, bu gün də çox maraqlı söhbətimiz olacaq. Bəzi söhbətlər, mövzular ötən dəfə anonsun verdiyimizdir. Yəqin ki, diqqətlə yadınızda saxlayıb və diqqətlə izləyəcəksiniz. Həm söhbətim də Kəmalə Mürsəlovadır, tanınmış numeroloq dostumuz, kanalımızın parlaq simalarından biri. Xoş gördük. Təşəkkür edirəm gözəl sözlərə görə. Xoş gördük. Həmişə sizi görək. Amin. Kəmalə xanım, ötən dəfə 9 rəqəminin, ilin 9 olmasının sonuna varmağımızdan və 1-ə keçiddən danışdıq. Amma bəzi izləyicilər deyir, ancaq 9-dan və 1-dən danışdınız. Bu keçid dövründə bəlkə belə yanaşa bilərmi? Hər rəqəmin daşıyıcısının vəzifələri nədir? Öhdəliklər nədir? Məsələn, bir dəfə danışmışsınız, məsələn, 4-dürsə gələn il 5 olacaq, bu nə deməkdir? 5-dirsə 6. Çox maraqla izlənilmişdi və insanlar artıq öz planlarını ölçüb biçib deyirlər, amma nə qədər danışsaq da deyirlər azdır. Bəzən də tənbəllik edirlər, tam özləri də maraqlanıb öyrənməyə əvəzinə istəyirlər, hazırda nazir olub bizdən eşidərlər. Amma hər halda bizim də vəzifəmiz olaraq xidmətdir. Danışaq və əziz izləyicilər, efirdə də nömrəsi gedir. Kəmalə xanımla şəxsi zəmində əlaqə saxlaya bilərsiniz. O cümlədən kanalımızı da, verilişimizdə bəyənib paylaşmağı, rəy və sual yazmağı unutmayın. Buyurun. Tamam, onda mən deməli bu illərim inşallah bir enerjisinə keçirik. Bu bizim bütün dünyanın keçdiyi bir enerjidir. Hər kəs, bütün dünya, bütün ölkələr, bütün şəhərlər, insanlıq bir enerjisində olacaq. Bu bir enerjisi demək olar ki, hər kəsə təsir eləyəcək. Necə ki, biz 9 enerjisində deyirdik, hamı bir-birindən şəfalanmadır, tamamlanmadır, bitirməkdir və ümumi məsləhətlər verilirdi. Bu ildə həmin o ümumi məsləhətləri vermək olar. Keçən yerləşimizdə biraz o barədə danışdıq. İndi də bəli, onu yadlarına salmaq istəyirəm ki, bir enerjisi ümumiyyətlə bütün dünyaya yeni icadlar, yeni proyektlər, yeni iş yerlərinin açılması, yeni bəlkə şəhərlərin əmələ gəlməsi, yeni ölkələrin bəlkə əmələ gəlməsi. Ondan sonra, çünki bunları biz zaman-zaman görürük. Hətta məsəl üçün ölkələrin birləşməsini daha çox, siz deyirsiniz, illəri yadıma salam, bəzi ayrılmış ölkələr birləşib, zorla birləşdirilənlər ayrılıb iki yeni ölkə yarar, tamamilə doğru deyirsiniz. Yeni ölkələrin bəli yaranması, bütün bu bir enerjisinin bütün insanlığa edəcəyi təsirdir. Amma biz götürək, əgər biz bunu özünüz bilirsiniz ki, 9 rəqəmi ilə işləyir numerologiya və 9 deməli bu il deməli 2025-də 9 enerjisindədirsə, onlarda artıq üzümüzə gələn il 2026 olacaq bir enerjisində. Öncə yadlarına salın, qoy hesablamağı yadlarına salın. Düzdür, biz bu barədə danışmışdıq. Deməli, nə edirik? Doğulduğumuz gün, üstə gəlirik doğulduğumuz ay, onun da üstünə gəlirik bir rəqəmi. Vəssalam. Əgər bir adam ayın 22-sində doğulubsa, bu eləyir 4. 10-cu ayda doğulubsa, bu da eləyir üstünə 1, 5. Üstünə bir dənə də 1 gəlirik, yəni ilin enerjisini gəlirik, bu da eləyir 6. Deməli, həmin adam 6 enerjisindədir bu il, 2026-da. Yəni, üzümüzə gələn il. Bax, beləcə hesablamağı bilsinlər və indi, məsəl üçün, mən hər bir rəqəm üçün, məsələn, 1 enerjisindən tutmuş, 9 enerjisinə qədər şəxsi, ona deyirlər şəxsi il enerjisi. Və bu, öncədən onu deyim ki, doğrudan da bu şəxsi il enerjisi elə bir enerjidir ki, insanı istər-istəməz, yəni həmən enerjiyaya girməyə vadar eləyir. Yəni, mən oturmuşam, yəni belə deyil. Biz onu hiss eləyirik, həmən o enerjini hiss edirik, o enerjinin içərisində olduğumuzu hiss eləyirik. Hətta elə olur ki, qovulur, insan gəlir ilin axırına yaxın, həmən o enerjide olduğunu bir şey eləmək istəyir o enerjiyə uyğun. Amma əslində bizim bu ilin enerjisi artıq, məsəl üçün, il bitməyə yaxın 3-4 ay qabaqcadan o enerjini hiss eləyirsən. Demişsiniz, oktyabr, noyabr, dekabr məsələn. Bəli, o hətta sentyabrdan bu 9-da olanlar 1-in enerjisini hiss eləyir artıq. Bu belədir. Yenidən, yəni bilsinlər ki, yəni bir neçə ay qabağa işləyir. Deməli, başlayaq 1-dən.
Deməli, bu illərim inşallah bir enerjisinə 2026-cı ildə bir enerjisində şəxsi il enerjisi, bir enerjisinə denk gələn insanlar bayaq dediyim kimi, yəni gözləsinlər nəyi? Yeni işləri. Yeni işlər onların həyatlarında elə bil qarşılarına çıxacaq. Yeni təkliflər, yeni iş yerləri. İşdir, tutaq ki, bir yerdə o qədər də məsəl üçün ürəyincə olmayan bir işdir. Həmən o yerdə yeni bir iş də açılacaq. O iş, məsəl üçün onun qarşısına belə bir çıxa bilər, bir təklif kimi. Sonra bunlar ümumiyyətlə bir enerjisində olanlar yeni icadlara, yeniliklərə açıq olmalıdırlar. Əgər açıq olarlarsa, inanın ki, onlar elə bil ki, həmən ili çox böyük bir sərmayə qoymuş olacaqlar. Yeniliyə açıq olmaq, yenilik eləmək, öz işində, gücündə. Tutaq ki, adicə bir işdə işləyirsən, müəlliməsən də, tutaq ki, sən müəllimsən, uşaqları öyrədirsən. Bir yenilik edərsənsə, öz işində, öz metodikanda, yeni bir uşaqları birbaşa salmaq, yəni həmən o şey görünər. Həmən o şey sənə 9 il ərzində ancaq və ancaq fayda və pul gətirər, fürsət gətirər. Növbəti 9 ildə. Bəli, də üzvə gələn 9 ildə. O 9 ilin axırında da biz tamamlanacağıq. Yəni o 9 il sənə qarantidir. Sən birdə nə əkdinsə, nə qoydunsa, mən hətta bunu uşağın doğulması ilə belə əlaqələndirmişdim, müqayisə eləmişdim ki, bax, birdə bir uşaq doğuldu. Yəni sənə bir fürsət verildi. Sənə bir, hətta oradan sən bir icadlar da eləyə bilərsən. O qədər peşələr var ki, IT uzmanından tutmuş, ondan sonra ən sadə peşələrə qədər. Onlarda hər bir sahədə icad etmək mümkündür. Yenilik etmək mümkündür. Əgər bunları edə Bütün bilərlərsə. sahələrdə. Hətta toxum əkənlər də fərqli bir calaq eləyə bilər. Bəli, yeni bir toxum ək, bir calaq elə. Gör sən oradan necə xeyir görürsən. Ümumiyyətlə bir enerjisi çox önəmli enerjidir. Mən əgər analiz edəndə, həmən o enerjini görəndə ki, yaxın illərdə də ona özüm də sevinirəm ki, bu adamı mən sevindirəcəm. Deyəcəm ki, məsəl üçün sən filan tutaq 9-dasan, bax gələn il bu filan işi başda yaxşı. Çünki bu adam qalıb. Başlayım, başlamayım, edim, etməyim, tərəddüdlərin içərisindədir. Deməli, nə etməlidirlər? Bunların ən pozitiv tərəfləri bir işə başlamaqdır. Bəs negativi nədir? Negativi odur ki, onlar addım atmağı, ümumiyyətlə bir rəqəmi, bir enerjisi addım atmaqda biraz tənbəllik eləyir. Onların da negativi... Tənbəllik yoxsa tərəddüd? Tərəddüd də eləyir, tənbəllik də eləyirlər. Çünki birdən karması olanlar tənbəllik də eləyir. Məsəl üçün, tənbəllik düzdür, 4 rəqəmi ilə də əlaqəlidir. Amma onlar bəli, etsəm nə olar? Riskdən qorxurlar onu. Cəmaət necə baxar? Kim nə deyər? Bax, hətta burada təkcə işdən getmir ha söhbət. Bütün həyatın bütün sahələrində edimmi, etməyimmi? Görəsən edim. Çünki mən insanları qınamıram. İndi o qədər informasiyalar var ki, hərə bir söz deyir. Birin Instagram açır, orada bir söz deyir. O başqa bir yer açır, orada başqa bir söz deyir. Amma öz şəxsi il enerjilərinə baxaraq öz həyatlarını yoluna qoya bilərlər. Yəni ən azından heç olmasa deyər ki, mən bu addımı atdım. Mən bilirəm ki, o %100 atılan addım bir enerjisində müvəffəqiyyət qazanacaq. Hətta müvəffəqiyyət qazanmasa belə kəşki deməyəcəksən. Deyəcəksən ki, mən bunu elədim, etməyi bacardım. Bu bizim yəni bir enerjisində, yəni addımınızı atın, işinizi görün, ümidinizi, yəni güvəni Allaha bağlayaraq, Allahım sənə güvənirəm deyib işinizin dalıca gedin. İnanın ki, hər bir iş, nə istəyirlər onlar alınacaq. Yəni addımı atın canlıqdır. 2. Deməli, il enerjisi 2-də olanlar həmən baxır o neçə yaşdadır da. Ümumiyyətlə biz əgər ailədə isə, ailə quran insanlardırsa, 2 enerjisində mən demək olar ki, öz təcrübəmə əsaslanaraq deyərəm ki, həmən insan ən çox da qadınlarda ana olacaq. Yəni 2 elə bir enerjidir ki, analıq enerjisidir, analıq bilincidir. Analıq, yəni ana-uşaq münasibətidir ən çox. Birinci yerdə odur. Sonra da insan münasibətləri. Və deməli, ya hamilə qalacaq, yəni ailələrdən gedir söhbət, ya ana olacaq. Yəni bu ola bilər də ki, ilin başında hamilə qalıb, sonra yəni ilin sonuna qədər yəni ana olsun. Sonra 2 enerjisində mən deyirəm indi məsələn cavanlara, gənclərə, ümumiyyətlə insanlara nə deyək, nə tövsiyə eləyək?
İki, çoxdan küsülü olduğunuz insanlarla barışmaq vaxtıdır. Əgər buna bir fürsət yaranırsa sizdə və yaxud da ki, beyninizə qoymusunuzsa, ağlınıza qoymusunuz ki, ya ürəyinizdə də vuruşdurursunuz, mən görəsən barışım, barışmayım, bağışlayım, bağışlamayım. İki enerjisi bağışlamaq enerjisidir. Bağışlayıb, qəbul edib hər bir şeyi, yəni bugünkü gündə təslimdə olaraq bu, yəni bağışlamağı bacarmalısınız. Anlamağı bacarmalısınız. Ən çox da deməli iki enerjisində, ailə içərisində, məsələn sən iki enerjisindəsən. Tutaq mən iki enerjisindəyəm. Mənim ailəmdə küsülü insanlar var. Onları barışdırmaq sənin boynunun borcudur. Zaten elə olacaq ki, məsələn o enerji səni elə hərliyib fırlayacaq ki, özü elə aparacaq ki, sən o iki nəfəri o ailədən, birinci ailənin içi, onları barışdırmalı olacaqsan. Sonra həmən ili daha çox insanlarla münasibət, daha çox insanları anlamaq, daha çox insanlara, necə deyim, o fürsət vermək, onların, ona necə deyirlər, çünki iki rəqəmi sən deyən rəqəmdir, empati, yəni quran rəqəmdir. İnsanlarla daha çox anlayışlı və nəzakətli davrandığın bir ildir, daha doğrusu çox verici. Onun negativi nə ola bilər? Həddindən artıq bağışlayıcı, həddindən artıq yardım etmək istəyi, həddindən artıq yedirmək, içirmək və sonda nə? Özü önəmsiz və dəyərsiz bir vəziyyətə düşmək. Bax, bu olmaz. Yəni, gələn deməli budur. Bir də deyirsiniz, iki xidmət eləmək üçün sinema gedir. Ancaq xidmət eləsin. Həddindən artıq onu deyəm, orada dəngə eləsin. Bax, həmən ili zaten eləyəcək. Onu qarşısını almaq mümkün deyil. Amma məsəl üçün evdə tez-tez stollar açılacaq, qohumlar yığılacaq, yemək içmək olacaq. Həmin adam qadındırsa lap çox. Amma həddindən artıq o balansı ki pozsa, orada sistem tərəfindən özü vurulacaq. Nə olacaq? Deyəcək ki, mən bu qədər filan kəslərə yaxşılığı elədim, mənə nə önəm, nə dəyər verən ki, bir qəpik qiymətim bilinmir. Adətən belə deyirlər də, bir qəpiklik qiymətim yoxdur. Çünki o qiyməti sən özün özüvə qoydun, sən özün yaratdın onu, heç kimlə də küsmək lazım deyil, incimək də lazım deyil. Onları kim o qədərindən artıq eləyirsə, sistem anında vurur. Yəni oradan başa salır. Nə edir? Həmən o ya bacı, ya qardaş, ya tanışı arxasını çevirir buna. Yaxşılıq elədiyi adam. Onu mən başa salıram ki, bunu edən sistemdir, həmin adam deyil. Ondan küsməyin heç bir yeri də yoxdur. Sən birinci öz içivə bax. Bax gör, mən nəyə artıq elədim və yaxud nəyə əski etdim. Burada hətta əskik eləyənlər də olar. Ən çox da kişi xeylaqları almağı bacarırlar, verməyə bacarmırlar. Onlar da oradan fikir versinlər. Çünki mən analizdə belə rast gəlib mənə. Hələ bir dəfə qarşıma iki enerjisində olan, ikidən karması olan qadın vericidir, ancaq almağı bacarmır. Hələ məsəl üçün almağı bacaran qadın görməmişəm, amma kişilər çıxıb qarşıma. O da maraqlıdır. Bu iki enerjisidir. Çünki yəqin ki, nəsə o da yaşam tərzimizdən asılıdır. Gec qoşulanlara bildirim ki, doğum bu dediyi rəqəmlər, enerji rəqəmlərini bilmək üçün doğum gününüzü və ayınızı üst-üstə gəlirsiniz, sıfırlar nəzərə alınmır. Və qarşıdan gələn ildə bir rəqəmin daşıyıcısı onun üstünə qoyursunuz. Həmən bax o sizin gələn ilin enerjisidir. Üzərinizə düşən vəzifə və öhdəlikləri, planları Kamala xanım izah edir. Fərdi qaydada da istəsəz, ekranda gedən nömrəyə zəng vurub, yaxud WhatsApp-la səs yazıb, sual yönəldə bilərsiniz, danışa bilərsiniz. 3 rəqəminə. Daha yaxşı olar ki, səs göndərsinlər. Çünki bəzən analizdə oluram, o zaman zəng vururlar. Səs göndərsələr WhatsApp-la çox gözəl olar. Çünki mən yəni mütləq geri dönüş edirəm. Yəni həmin adamı cavablandırıram. 3-ə keçək. 3 enerjisinə keçək. 3 enerjisi möhtəşəm bir enerjidir və unutdum deməyi, deməli bir enerjisi ilə Günəş idarə edir, 2 enerjisini Ay idarə edir. Ondan sonra 3 enerjisində də Yupiterdir, bəli. Yupiter indi özünüz buradan indi hesab eləyin də Yupiter nə deməkdir? Böyük xoşbəxtlik, pul, para planeti. Onu siz hamıdan yaxşı bilərsiniz. Bəs 3 onlarla uyğun gəlir. Əlbəttə uyğun gəlir. Necə? Çünki 3 bizim işimiz, gücümüz və bacarıqlarımızdır, fərasətlərimizdir. 3 rəqəmi, məsələn, məndə biznes deməli hesablamaları olanda və yaxud da ki, işinə, gücünə görə kimsə hesablatdırma istəyəndə mən 3 rəqəmini axtarıram. Niyə? Çünki 3 bizim işimiz, gücümüzdür və oradan fürsətlərimizdir. Yəni bir rəqəmi əgər deyirsə addım at get, sən oradan, amma 3 enerjisində insan yəni
əlbəttə ki, yenə deyirəm, bax, neqativindədirsə, sən insan neqativ yaşayırsan, neqativ işlər görürsən, həmən elə o 3 enerjisini də işdən çıxarıla bilər. Amma sən pozitiv yaşayırsansa, sən o pozitivliyin içərisindəsənsə, yəni Allaha bağlısansa, o zaman tək Allaha bağlılıqdan getmir söhbət. Ədalətlilik. İnsanın bəli, insanlara olan münasibət. Çünki Allah birinci sənin insanlarla olan münasibətinə baxır. Bəli. Ətrafda olan hadisələri necə qəbul etməyinə baxır Allahın sistemi. Bütün hadisələri, insanları sən necə qəbul edirsən və hansı yönə yönəldirsən. O zaman deməli müsbət tərəfində 3 enerjisində çoxdan iş axtaran adam işə girəcək. İş fürsəti çıxacaq onun qarşısına, pul, para qazanmaq fürsəti çıxacaq onun qarşısına. Mən nə demişdim? 1, 2, 3 bizim maddiyyatımız və kökümüzdür. Bizim maddi kökümüzdür. Yəni 1 güvəndir, özünə güvən, 2 bizim münasibətlərimizdir, 3 isə bizim bacarığımızdır. Bacarıq, qabiliyyət, əl işləri, bütün bunlar hamısı 3-dən. Bir də 3-ün yəni o qədər şeylər var sayılası. 3 sosiallıq deməkdir, sosiallaşmaq deməkdir. Təkcə danışıq qabiliyyəti ilə yox, öz işi ilə özünü ortalığa qoymaq, parlatmaq, göstərmək. Yəni, bax, əgər biz uşaqla yenə müqayisə ediriksə, 1-də uşaq doğuldu, 2-də biz onu bəslədik, 3-də nə olacaq? Uşaq özünü göstərməyə başlayacaq. Çünki özünü göstərir, qabiliyyətlərini, yəni danışığını, istəyir bir kəlmə söz desin, qoşulsun insanlara. Yəni bu işimiz, gücümüzdür. Bu dəyərləndirərlərsə öz yəni qarşılarına çıxan fürsəti və yaxud da ki, onlar elə bir enerjiyə girəcəklər ki, məsələn, onlara o qıraqda bir təklif olacaq. Gəlib ona deməyəcək, gəl səni filan işə düzəldim. Amma o enerji, həmən o şey yaranacaq. Yarananda bu adam gözdə qulaqda olsun. Sosiallaşsın, daha çox sosiallaşsın insanlarla. Məsələn, bu bir də görürsən ki, insanın tutaq ki, missiyası 7-dir. 7 rəqəmi ilə bu insan gəlib bu dünyaya. Onlar çox sosiallaşmaq istəmirlər. 3 enerjisindədirsə, o sosiallaşarsa, oradan onun fürsətləri ortalığa çıxar. Yəni, çağırılan yerə getmək, sosiallaşmaq nə deməkdir? Mən demirəm, getginən bütün günü keyf çək, əylən, neynə, insanlarla nəşir-məşir. Heç olmasa... Lazımlı mühitdə olursan. Bəli, heç olmasa hara çağırıblarsa, get oraya. Get orada gör nə fürsətləri var. Biraz, məsəl üçün, onlar içə qapanıq olurlar axı. İçə qapanıq olma, insanlarla o aranı, o auranı yarat. Bax, 3-ün fürsəti oradan gələcək. Deməli, 3 enerjisində. 4 rəqəmi, bu bizim əlbəttə ki, rəqəmlərimizdən də asılıdır. 4 enerjisi amma bizi nəyə məcbur eləyəcək il olaraq? 4 enerjisi sağlıqdır. Sağlamlıq deməkdir. İl, deməli, başqa yerdə biz çox da ona fikir vermirik, amma il olarsa, oradan biz ən çox idmanla məşğul olmaq lazımdır, mütləq lazımdır. Mən bunu o qədər gördüm ki, analizlərdə. O lazımdır öz sağlığına, heç olmasa il başlayanda olmasın, ilin ortasında bir check-up elətdirsin. Yəni o 4-də həm çoxlu insanı bilirsiniz nə tökülür üstünə, iş güc, əziyyət çəkmək. Yəni çəksinlər əziyyət, mən demirəm. Çünki o 4-də çəkdikləri əziyyəti 5-də bəhrəsini görəcəklər. O, bax, belə qəbul edəriksə ki, 4 əziyyət çəkirəm, yəni indi mən əziyyət çəkirəmsə, gələn il mən onun bəhrəsini görəcəm. O, bir də öz sağlıqlarına fikir versinlər. Elə bütün günü işləyim, istər zehni, istər başqa fiziki iş olsun, bəli. O yüzden 4 enerjisini bax buradan fikir verməliyik. 4 həm də səfərlər, səyahətlərdir deyirlər. 4? Doğrudurmu? Yox. Səfər, səyahət 5-dədir. 5-dədir, hə, ola bilər onu nəzərdə tutmuşam, hə. Hə. İndi 5 enerjisindən danışaq. 5 enerjisi möhtəşəm bir enerjidir. Necə ki 3, mən həmişə analiz eləyəndə də deyirəm, yəni qrupumda da deyirəm, 3 ilə 5 qardaşdır elə bil. 3 öz işi ilə özünü göstərir, 5 isə danışığı ilə, boğaz çakrasıdır. O da bir işdir. Bəli, boğaz çakrasıdır. Yox, o danışığı ilə pul qazanan insanlar var. Bir elə mən özüm, məsəl üçün 5 enerji, bu il 5 enerjisini dedim, özüm də 5 rəqəmiyəm. Yəni, onlar nəyə fikir verməlidirlər bu 5 enerjisinə keçəndə? Bilməlidirlər ki, mütləq həmən il ola bilər ki, səyahətə gedəcəklər. Ev, bax, inanın ki, doğrudan möhtəşəm bir enerjidir 5. Ev dəyişə bilən, 4-də bilirsiniz nə ola bilər? Artıq ev ala bilməyin təməli qoyular. Yəni ev, ən çox, çünki məkan enerjisidir, məkan.
Amma 5 artıq onu gözləmir, heç bir şey planlamır. 4-də planlayırıqsa, çünki 4 həm plan sistem deməkdir. 4-də planlayırıqsa, 5-də biz bunu icra edirik artıq. Bir şəhərdən başqa şəhərə köçə bilərik. Bir evdən başqa bir evə, yeni bir ev ala bilərik. Xaricə oxumağa gedən kim, səyahətə gedən kim, uzun illər, yəni həyəcanla gözləyir ki, kaş ki mən də bir dənə səyahətə gedərdim deyib 5 enerjisində həmin o səyahəti, yəni o enerji onu elə bir gətirir çıxardır. Heç pulu yoxsa pul da gəlir ona. Gəlir o həmin 5 enerjisində, yəni budur. Yəni ona deyirlər transformasiya. Yəni bu insan həm də bütün bunlardan başqa o adam gözləsin nəyə? Yenilənməyə, dəyişim dönüşümə. Həmən ili o yeni bir şeylər öyrənəcək. Bəlkə numeroloji analiz elətdirəcək, bəlkə bir astroloji, bəlkə bir biliklər, elmlər öyrənəcək. Çünki 5 deyir ki, öyrən. Ancaq öyrən, harda nə var yığ. Yəni o mən həmişə deyirəm, bir əldə 5 qarpız tutanlar. Bax 5-lər olardı. 5 enerjisi də ancaq bax bu enerjiyə uyur. Yəni istər-istəməz sən bir yerdə oturmursan. Sən ancaq əgər pozitiv yaşayan insansansa, ən gözəl şəkildə sənin işlərin qabağa gedəcək. Negativindəsənsə, sən oturacaqsan evdən çölə çıxmaq istəməyəcəksən. Biz 5-in enerjisində mən həmişə deyirəm ki, gedin gəzin. Özünüzü bütün o necə ki bayaq 3-də dedim, 5-də də odur. Transformasiya eləməklə, yer dəyişməklə şanslar. Bu iş yerinə də aiddir də, yəni. Bəli, iş yerinə də aiddir, çünki onlar çox xariclə onlayn əlaqələr yaradaraq çox gözəl alış-satışlar icra edə bilirlər 5-lər. Yəni 5 enerjisi belə insanlar üçün bu işdə işləyən onlayn məsəl üçün işdə onlar üçün mükəmməl bir şey olacaq. Kaş izləyicilərimiz diqqətlə qeydlər eləyərlər, görürlər əslində nə qədər mənəviyyat güclü kömək edirsiniz onlara. Mən hələ 20% danışıram yəqin ki. Yoxsa hər dəfə o boyda danışmaq olmur, amma bir neçə dəfə doğmuşuq. 6 gəlir. 5-i qutardıq deyirsən. Bəli, 5-i qutardıq, düzdür. 5-də çox şeydən danışmaq olar, çünki 5 astralla bağlı bir rəqəmdir. Həm də çox yüklənməyək insanlarımızı da. Bəli. Çünki sonra deyəcəklər ki, soruşarlar. Çaşdıq, başa düşmədik, qarışıq oldu. 6 enerjisində, deməli, 6 enerjisi elə bil ki, bizə deyir ki, ailə ilə məşğul ol. 6 çünki ailə deməkdir. Biraz mükəmməlliyətçiliyi burax. Yəni, əgər buraxa bilsə insan, çünki 6 enerjisində hər bir insanda var da ki, hər iş öz əlimdən çıxsın, onu da eləyim, bunu da eləyim. Adətən qadınlar belə olur. Onu öncədən deyim ki, bax, o qadın ki, ora-bura qaçıran, bütün bu istəyirəm eşitsinlər. Qadın ora-bura qaçanda, yerində sabit durmayanda o qadınlıq enerjisi çox aşağı düşür. Yəni, qadın əgər istəyirsə, onun qadınlıq enerjisi yüksək olsun, o biraz sabit davranmağı bacarmalıdır. Daha sakit davranmağı bacarmalıdır. Bunlar, bax, nə qədər ki, hər şeyi planlayım, neyiniyim, bunu edərlərsə, həyatlarında həmən il, ailədə də xaos ola bilər. Gördüyüm, ummadığı yerdən uşaq xəstələnər, heç gözləmədiyi yerdən nəsə bir işlər çıxar, evdə nəsə pozular, nəsə. Amma elə ki, heç bir şeyi planlamadan, Allaha ümid edərək, Allaha güvənərək yaşayarsa və duaların dəstək elə, Allahım, sənə güvənirəm, sən özün mənim işimi, bütün hər bir işimi yoluna qoy. Yəni, bundan başqa gözəl dua ola bilməz ki, sənin ən yüksək möcüzələrin mənlə olsun, ona niyyət edirəm. 6 enerjisində bəli, ola bilər ki, məsəl üçün ailələrdə sevgi, həmən məsəl üçün sən 6 enerjisindəsən, istər-istəməz biraz da sabit olarsan, qadınlıq enerjin artar, yoldaşınla münasibətin daha da gözəl olar. 6 Veneradır. Bəli, Venera enerjisi, Venera indi sevgidir, eşqdir, ondan sonra ailə gözəlliyidir. Amma nə də ola bilər? Xəyanətlər də ola bilər. O baxır sənin ailənin təməlinə. O baxır həmən insanların bir evdə yaşayan. Məsələn, yəni biraz ailəyə fikir verməliyik. Ailə böyükləri ilə fikir. Əgər ailə böyüklərindən xəstə varsa, həkimə göstərilməli, qayğısı çəkilməli. Yəni istər-istəməz zaten o ilin enerjisi insanları salacaq həmin o yola ki, get anava qulluq elə, get atava qulluq elə və yaxud uşağın nəsə bir uşaqla məşğul olasan. Ya da ki, belə o sevgi pötürcəyi deyirlər ona, türklər sevgi pötürcəyi olacaqsan, çox da belə hamıya istəyəcəksən, sevgi ötürəsən. Əgər pozitivindəsənsə, yenə deyirəm, 2 başı var rəqəmlərin və burada da
orta bir mövqe tutmaq, yəni bir şeylər oldu, sevgini də abartmaq lazım deyil. Çünki biz sevgini istər yoldaşımıza, istər uşağımıza, istər anamıza, atamıza onu həddindən artıq etmiş oluruqsa, o zaman onu Allahdan yuxarı qoymuş oluruq. O zaman da nə eləyir? Sistem bizi vura bilər. Yəni Cəzalandırır. bəli, yəni onu biz hiss eləməliyik. Altılar bir də, altı enerjisində olan insanlar mesaj almağı bacarmalıdır Allahdan. Altı üçüncü gözdür. Yəni iki qaşın arasında yerləşən. O bugün bir hadisə baş verdi. Allahım bunu mənə nəyin mesajı idi deyib düşünməyə bacarmalıdırlar. Yəni Onu düşünən adamlar udur həmişə və Bəli. təmkinli ola bilir. 7-yə keçək. 7 sizin bu il olacaq iliniz. İnşallah. İnşallah. 7 enerjisi, deməli 7 özünüz bilirsiniz ki, həddindən artıq elə bir rəqəmdir ki, araşdırar, anlamağa çalışar, analitik bir rəqəmdir. Öncə rəqəmdən danışım. Əgər biz 7 enerjisində oluruq, həm də 7 bizdə numerologiyada güvən deməkdir. Yəni güvənli hadisələr, güvənli insanlar ola bilsin ki, sizin işinizlə əlaqəli güvənli insanlara, əgər siz pozitivdəsinizsə, güvənli hadisələrə rast gələsiniz ki, həmən o hadisələr, həmən o insanlar sizin həyatınızda çox gözəl bir rol oynasınlar. Necə? Sizi məsəl üçün bir fürsətə yaxınlaşdırsınlar, sizi gözəl bir məsəl üçün iş, güc, yəni iş güc təkcə 3-də deyil, təkcə 6-da deyil. Həm də burdan da məsələn hər bir insanın həyatında var da. Bir də 7 enerjisində bizim ha vaxtsa edə bilmədiyimiz bir işlər yenidən qarşımıza gələr. Yarımçıq qalan işlər. Hə, yarımçıq da qala bilər. Sənin məsəl üçün etmək istədiyin, ancaq edə bilmədiyin, başladığın yarımçıq qoyduğun. Yubanmış. Bəli, bəli. Bütün bu şeylər gələr bir də qarşına ki, çünki 7 nədir? İçinə baxar, bir şeyləri analiz eləyər, nəyə etdim, nəyə etmədim, niyə mən bu vəziyyətdəyəm, nə budur? O da analiz elədiyi üçün həmən ilin enerjisi, il özü analiz etdiyi üçün həmən o şey qarşıya gələr ki, məni et, məni bunu tamamla, bunu yəni Gözəl. Bəli, inşallah ki, çox gözəl bir Köməkləşib 7 enerjisini siz keçirdərsiniz. 8-ə keçək. 8 enerjisi, 8 enerjisi. 8 Saturndur numerologiyada. Saturn, bəli. Biraz o mənfidir, amma 7 şeydir, Merkuri deyildi. Neptun 7 idi. Neptun idi. hə, Saturndur, amma 8 həm də pul paradır. Belə biraz Bəli. təzaddır. Bəs niyə görə o Planet elədir? nə rəqəm biraz. O necə ki, tutaq ki, Əqrəb Marsa aiddir. Əqrəb su ünsürdür, Mars od, amma yenə də bir yerdədirlər. Bax bu da biraz 8 ilə Saturn. İndi deyəcəm nəyə görə. Deyin onu. Deməli, əgər 8 rəqəmi pul paradırsa, yəni çox yanlış bir şeydir ki, onu demək istəyirəm ki, yəni düşünürlər ki, əgər 8 varsa bir insanın rəqəmlərin içərisində, hətta 1 dənə, 2 dənə, 3 dənə, o çox böyük pul para gətirə bilər o insana və bu insan çox yüksək bir enerjidədir. Yəni bunu kör təbii surətdə demək olmaz. Düzdür, 8 çox gözəl bir rəqəmdir. 8 otoritə, hökmran, ondan sonra ədalət axtaran, haqq, hesab çəkməyi həvəsli olan bir insanlardır. 8 rəqəmində olanlar. Amma ilin 8 enerjisində olması nə deməkdir? Bu ildə əgər sən baxırsan, pulun paran əlində olan bir insansansa, yəni pulun var, ilin enerjisi deyir ki, yatırım elə. Bir balaca da olsa bir yatırım elə. Niyə? Həmən o ildə o yatırım etdiyi yatırım ona çox böyük pullar, paralar gətirəcək. Məsələn, torpaq al, sonra o torpağı baha qiymətə sata bilər və yaxud oradan çox böyük fürsətlər olar ona. Get qızıl al, nə bilim mən nəsə bir ev al, al, sat məsəl üçün belə də ola bilər də. Bu 8-in enerjisi, yəni bizi məcbur eləyir ki, yatırım eləyək, əgər pulun varsa. Və yaxud da ki, insan tutaq ki, bir dənə şirkəti var, orada idarəçidir, özü idarə edir öz şirkətin. 8 enerjisində sən əgər pozitiv insansansa, mütləq bil ki, sənə hardansa pul gələcək. Yəni sən tutaq ki, başqa adam üçün işləyirsənsə, elə olacaq ki, həmən yerdə artıq özün üçün işləyəcəksən. Bir yerdə məsələn patronsansa, oranın lap böyük, elə bil ki, daha da böyük bir vəzifəsinə qalxacaqsan. Mən bunu dəfələrlə görmüşəm analizlərdə. O tutaq ki, müəllimsənsə direktor qoyacaqlar ya, nə bilim, direktor müavini, zavuç. Direktor müavini, zavuç deyirik. O olacaq. 8 enerjisi budur. Yəni bolluq, bərəkət budur. Amma sən negativdəsənsə, pul para itirə bilərsən. İflasa uğraya bilərsən. Sən, yəni necə deyim, eqon yüksəkdirsə, biraz pulun varsa başqalarına gülürsən, lağ eləyirsən, araya qoyursansa,
Və yaxud da ki, insanlara istər maddi, istər mənəvi cəhətdən yuxarıdan aşağı baxırsansa, sən həmən ili çox böyük şeylər itirə bilərsən. Pul da itirə bilərsən, mal da itirə bilərsən. Çünki bir ona görə bax Saturn necə ki Saturn karma planetidir. Yəni 8 rəqəminə də biz karma rəqəmi deyirik. O deyir nə tökərsən aşına o çıxar qaşığına. 8 anında öz karmasını məsəl üçün ağzından çıxır, tutaq ki, nə etsə, yəni pozitivdədirsə pozitivi alır, uşaqlarına ötürür. Neqativdədirsə alır, negativi elə anında alır, alır oradan da öz evladlarına ötürür. Çünki bu karma rəqəmidir. Anında nə tökdün aşına, o çıxar qaşığına. 8 enerjisində ümumiyyətlə ehtiyatlı olmalıyıq. Mən həmişə deyirəm 8-dən karması olanlara analiz edəndə deyirəm ki, bax filan vaxtı 8-in enerjisində olacaqsan. Bax ha, pulun varsa bir 2 qram da olsa qızıl al, yoxdursa çox ehtiyatlı ol. Birdən gedib kiməsə zamin durarsan, gedib birdən böyük kredit götürərsən, birdən gedib, yəni Riskli şeylər. Əziz iş bərbad bir şeylər adamları, ola iş bilər. adamları, bax daha çox belə şeylər sizə lazımdır. Bəzən yersiz, vaxtı olmayan bir zamanda alırlar, o da uduzurlar. Ona görə də Bəli, bəli. numeroloqlar ümumiyyətlə dünyada daha çox o adamlar müraciət edir. O ailə, uşaq, ana, övlad ən çox onlar olur. Bizdə də yəqin ki elədir. İkinci də o iş adamları hesablayır nəyi nə vaxt satmaq, nəyi necə eləmək, ofisi dəyişməyə qədər numeroloqlara, astroloqlara müraciət edirlər ki, bax əsas budur. Çünki insan uğurlu zaman ömrümüz uzun deyil. O uğurlu zaman tapmaq Bəli, istəyir. bəli. O qədər. Çünki 9 ildən bir dəyişir. O Hə. 9 ili sən gözləməlisən ki, bir enerjisin də sən 9 ildən sonra yenə birdə olacaqsan. Əgər nəyisə buraxdınsa əlindən, məsəl üçün o addımı atmadınsa, o öz şansını əldən verdinsə, sən 9 il gözləyərsənsə yenə mənim. Düz deyil, yenə bax məsələn 3 ilində nəsə edə bilər, 8 ilində nəsə edə bilər. Amma o da bəlkə sənin 8-dən karman var, bəlkə 3-dən karman var. Qarmağı atacaqsan iş tutmayacaq. Elə Yəni o şeylər şeylər də var. Biz zaten ona baxanda, bütün o bütöv olaraq baxanda onu görürük də. Deyirik ki, məsəl üçün sən et ya etmə. Yəni deyir ki, o 8-ə görə çox sual verənlər olur, elə iş adamları. Bu işi görəsən görüm ya görməyim. Mən baxıram görə pozitivdədirsə, adamın da biraz pulu varsa deyirəm get qabağa heç düşünmə. Hə. 9-a keçək. 9 da möhtəşəm bir rəqəmdir. 9 hər şeyin üst rəqəmidir. Üst bilincdir. 9 artıq hamı bilir ki, şəfaçı rəqəmdir. Şəfa ilidir. Yəni şəfa, yəni bundan başqa, yəni il olaraq biz burada təkcə şəfalanmaq nədir əslində? Yəni burada bir xəstəlikdən sağalmaqdan getmir Təbii söhbət ki, təkcə. yana bilir. Burada məsəl üçün burada istədiyimiz şeyləri əldə etmək, ilin məsəl üçün döngülərin sonudur. Burada hədiyyələr almaq. Sən pozitivdə yaşamısansa bu 9 il ərzində heyvanlara yaxşı davranmısan, insanlara yaxşı davranmısan, bir itə pişiyə su qoymusan qapının ağzında elələri var, təpikləri vurur, suyu dağıdır, nəysə yadıma düşməsin. Düşəndə o mənim heyvanlar qırmızı Heyvansevər çizgimdir. kimi. Bəli. İnanın ki, o pişiklərə olan zülm 3 gün çəkmir. Həmin adam altını görür. Mütləqdir o. Yəni tək pişik o da heyvan, canlı. Allahın yaratdığı bir canlını sən necə əzə bilərsən? Nəysə. Əgər sən pozitivdə yaşayırsansa, mütləq 9-un, onu da biz numeroloji analizdə görürük ki, bu adam nədən hədiyyə alacaq? 5-dənmi, 6-danmı, 7-dənmi? Biz onların elə bir ki, deyirik hamısını. 9-dan olanda onun içərisində hər şey ola bilər. Orada o hədiyyə alır. Amma negativində mən gördüm bəli ki, heç bir şey olmayıb həyatımda. Heç bir yəni müsbət bir hadisə olmayıb, əksinə filan şey olub. Deyirəm ki, deməli o zaman nəyisə filan vaxtda ortalığa çıxır ki, bəli, filan vaxtda filan şey elədim. O vacib deyil, o getsin fiziki kiməsə pislik eləsin. Pis duyğuların içərisində, neqativ hisslərdə, duyğularda, fikirlərdə ola bilər insan. Məsələn, kəşkiləri ola bilər. Mən niyə bu gün də yaşayıram? Filan kəs yaxşı yaşadı, mən niyə bu gün? O hiss duyğu insanı daha çox öldürür. Bir də günahlılıq duyğusu insanları daha çox öldürür. Görsən biri var, məsələn, qəza namazımı qılanmadım, mən yəni Allah mənə o biri dünyada məni xəndəyə atacaqlar. Nə bilim mən nə edəcəm? Bu belə hisslərlə, duyğularla gəzirlər. Deyirəm ki,
Bir özün görürsən ki, 1000 dəfə həmişə mən deyirəm ki, tövbə qapısı açıqdır. Bəli. Edə bilmədim, bir dənə tövbəyə nə gəlib? Bağışlanma istə, üstündən keç, get. Allah da istəmir ki, sən oturub zarıyasan. Niyə zarıyırsan? Yəni nəysə, 9-un enerjisi möhtəşəm bir enerjidir. Çalışın, məsəl üçün 9 il ərzində edə bilmədiyi bir şeyləri insan istəyir eləsin. Həmən insan bir də görürsən ki, 9-a filan şey eləmək istirdim, elə bu il eləyir. O il eləyir ki, yəni bu da mən ruh elətdirir əslində onu, ruhu istəyir də onu. Bir çox şeylərdən məsələn əldə eləmək istədiyi şeyləri əldə eləyir. Bir sual da verim. Bax, bir başlanğıcdır. Bəli. 9 tamamlanma. Bax, bu 9 enerjilərin birə keçməsi çətin olmaz ki, necə ki bilirəm ki, 1-in 9-a keçidi biraz çətin olur. Çünki bu hər şey başlamaq istəyən enerjidir. Çox bu il 2026-cı il asan deyil olmayacaq. Ona görə 9-dan 1-ə biraz hələ hamısını demirəm. 9 rəqəmin enerjisini daşıyıcıların özünü deyirəm hələ. İnanın ki, Səbuhi müəllim, inanın ki, 9-da deyirəm, axırıncı aylar var. Onlar artıq keçiblər birinin enerjisinə. Biri elə mənim qızımın öz gözümün qarşısındadır da 9-dan. O qədər rahat, o qədər. Çünki pozitivdə yaşayır bu insan. Məsəl üçün, öz rəqəmindən də çox şey asılıdır. Yəni, öz rəqəmi 3 olan bir insan elə bir 9-u tamamlayıb 1-ə keçirsə, artıq planları hazırdır. Filan şey eləyəcəm, onu edəcəm, bunu edəcəm. Artıq, yəni hətta ilin sonuna qədər edəcəyi şeylər bir rəqəmində artıq bu insanlarda... Elə adamları insanlarda... sevirəm ki, aylarla, məsələn, adam var deyir, may ayında gedəcəm İstanbula, filan işləri görəcəm, sonra gəlib Kürdəmirdə məsələn filan şey eləyəcəm. Baxsan adam doğrudan həmən vaxtda gedir. Biz xəyalən deyə bilərik. Görün, payızda bəlkə getdim, tutaq ki, Amerikaya. Amma bunlar əməlli başlı onu hesablayırlar. Bir də deyin, davam bitirək rəqəmdən bağlı. Məncə kifayət qədər çox dolğun dediniz. Yəni anlayanlar üçün əgər gec qoşulan varsa, baxsın görsün hesablama necə olur. Yəni doğulduğun günü və ayın rəqəmlərini sıfırı nəzərə almadan üstünə gəlirsiniz. Gələn ildə bir rəqəmidir, onun üstünə gəlirsiniz. Biləcəksiniz, tutaq ki, 6 enerjisi sizdə, 3 enerjisidir sizdə. Bunu anlaya biləcəksiniz. Bir də ötən deyin. Yəni 2 rəqəmli doğum tarixi varsa, tutaq ki 28. Onları da toplayacaq da öz arasında. 2-nin üstünə 8, 10. Onunla 1-lə də 0, o da 1 eləyir. Yəni bunu bilməlidirlər. Ötən dəfə dedik, bu bəzən yazırlar, hətta ötən dəfə hiss olunur ki, hərf səhvləri ilə yaza güya İrad da bildirir ki, deyir, axı filan rəqəm, o rəqəmlər və hərflər. Ona siz pin kod deyirsiniz də, deyəsən. Yox. O çakra düzümündə pin kod bizim doğum rəqəmlərimizdir. O rəqəmlərdən 9 rəqəm, yəni 9 illik döngülər. Bax, o da bir başqa bir mövzudur. O hamısından danışacağıq. Zamanımız var inşallah. Amma bu cədvəl də verib mənə Kəmalə xanım. Danışa-danışa arxada verəcəyik. Və onun hesablama metodologiyası, yaxud da biraz deyim, insanların anlayışı yoxdur. Tamam. Deməli, biz bu yenə də keçən verilişdə dedim, bu bizim əlifba sırası ilə gedən bir şey deyil. Heç bir ya İngilis əlifba sırası ilə getmir, ya da Rus əlifba sırası ilə. Bu Pifaqorun tərtib etdiyi, yəni mən yenə deyirəm həmişə, Allahın bir lütfüdür. Yəni onu əvvəl mən də düşünürdüm ki, necə yəni birinci çakranın hərfləri A hərfidir, sonra S, Ş gəlir. Bunun nə əhəmiyyəti var, nə şey var. Bir də J hərfi. Bu 4 hərf, məsəl üçün siz öz adınızı, soyadınızı yazırsınız. Orada baxırsınız, məsələn, A hərfi varsa, siz birinci çakraya plus qoyun. Ki, yəni bu məndə var. Sonra baxın, görün, A-dır, S-dır, Ş-dır, bir də J-dır. Sizin hərflərinizdə varsa, o qədər ora plus qoyun. Bu o deməkdir ki, yəni siz artıq bu hərflər sizdə var. Belə bir yolla biz boş çakralarımızı tapırıq. Çox qısa və lakan izah elədiniz. Məncə hamı başa düşdü. Efirdə də indi əvvəlcədən bilmirəm, tam ekran gedəcək. Gedəcək, onu özləri görüb edə bilərlər. Onu deyəcəyik, o hərflər. Bəs nəysə soruşacaqdım, unutdum. Soruşun. Yenə bu hərflərlə bağlı deyildim ki, deməli o çakralara plus qoyur, tutaq ki, birinci, ikinci, üçüncü çakra boşdur. Bəs onun rəqəmində həmən çakra doğrudursa, yoxsa rəqəmlərinə çakranı bilmək olmur? Olur. Deməli, mən onları müqayisə... Onun baxır, hər numeroloqun özünün bir astrologiyada var, bizə biraz insanlar çətin anlayır, izah eləmək. Məsələn, ilin xarakteri... daha çətindir. İlin xarakteri başqa cürdür, bürcün xarakteri başqa cürdür. Bəzən deyir, ilə deyilən bürcdə tamam tərsinədir.
anlada bilmirik ki, bəs bu ildən gələnlə bunun ikisi bir yerdə vəhdətin yaradıb ortaq məxrəc çıxardın. Düzdür, indi biraz Səbah mənim heç mən görməmişəm ki, astrologiyada kiminsə məsəl üçün öz bürcü ilə, öz rəqəmi ilə bürcü düz gəlməsin. İnanın ki, siz görmüsünüz elə. bəlkə də inkarcı adamlar var da, nə deyirsən də inkarcı mövqe tutur. Bəlkə də o adamlardır, Bir də bilmirəm. ən çox da xarakter onun o yəni şey o Hətta qədər din adamlarımız da, alimlər, o ilahiyyatçılar qədər da deyir, üstbəüz düz. düşür ki, yəni burada başqa bir şey eləmək mümkün deyil ki, yəni deyəsən ki, yox, bu mənəm, yoxsa mən deyiləm. Çünki insanlar neqativ tərəflərini qəbul edə bilmirlər. Çünki insan elə bilir ki, baxın, kim özünə deyər ki, mən pisəm. Elə bir deyən insan görmüsünüz? Yoxdur elə bir insan. Elə deyəcək ki, var düzdür, mən bu yaxında birini gördüm. Ona O artıq ali adamdır da. yox, ali adamdan başqa. Qoyun sizə deyim onu. Onu mən qrupda dedim, çox da təsirləndim. 56 yaşında bir xanım idi. Özü mənə dedi ki, Kəmalə xanım, mən çox neqativ insanam. Mənim həyatda qarşıma gələn heç bir fürsəti dəyərləndirməmişəm. Mən yəni biraz da mən çox tərəddüddə qaldım ki, bunu analiz edim, etməyim. Çünki insan gəh deyirdi istəyirəm, gəh deyirdi istəmirəm. Demək olar ki, biraz 5-6 dəfə mənə zəng vurdu. Nəysə, axırı səbrimi bastım, bir şeylədim ki, görüm bunun axırı nə olacaq. Heç demə bu insana, yəni numeroloji analiz yox, psixoloji analiz lazım imiş. Yəni onu da biz o seans vaxtı danışdıq. Mən ona hardan dedisə, mən filan neqativəm, onu eləmədim, bunu eləmədim. Yəni buradan bilirsiniz nəyə gətirmək istəyirəm? Əziz izləyicilər, qarşınıza çıxanda fürsət, onu mütləq addım atın. İstər 18 yaşınız olsun, istər 45 yaşınız, istər 50 yaşınız. Onu dəyərləndirin, onu edin. Hətta qıraqdan sizə kömək edəcəklər. Hətta deyəcəklər ki, gəl bunu belə edək. Onları edin. Çünki etmədiyiniz hər bir şeyə görə o qədər göz yaşı tökəcəksiniz. O qədər deyəcəksiniz, peşmançılıq olacaq. O peşmançılıq olmaması üçün hətta bu qadın deməli addım atıb gedib məsəl üçün institut 3-cü kursdan yarımçıq qoyub, başqa bir işə girib, orada tərəddüd edib, yox bu mənlik deyil, mən daha belə indi tamamilə heç bir iş eləməmiş vəziyyətdə oturdu. Axırı görün sonu nə oldu. O psixoloji analiz elədim, mən onu başa saldım. Dedim ki, indi inşallah ki, hər şey yaxşı olar. Ona biraz motivasiya da verdim. İnanın ki, gün keçmədi. Səhərsi günü bu qədər neqativ bir insan. Ya sağ olsun ki, qəbul edir. Adam var qəbul eləyə bilmir. Mən də onu dedim. Dedim, bax sizə mən alqışlayıram ki, siz bütün bu şeyləri özünüz deyirsiniz. Çünki artıq illərdir bütün hamını, bütün qohumları bezdirib, qohumların heç biri bundan danışmır, əlaqə saxlamır, təmətək. Yorulurlar da, neynəsinlər. Mən də başa saldım ki, bu normal bir şeydir. Yəni təqsir sizdədir. Nəysə, səhərsi gün zəng vurdu. Elə bir ki, bugün axşam onu analiz eləmişik. Yəni psixoloji ona seans eləmişəm. Səhərsi günü günorta dedi ki, Kəmalə xanım, uzun illərdir görmək istədiyim bir iş var idi. Xaricə getməyə görə bacımın yanına. Həmən işdən mənə xəbər gəldi ki, gəlin düzəlməyən dokument idi. Viza zat kimi də ola bilər. Hə, olar. Deyir ki, buna görə sizə təşəkkür edirəm. Mən deyirəm ki, siz nəyisə anladınız, oradan bir yol açdınız. Balaca bir cığır açdınız. Bağladığı bir nöqtəni açdı. Bəli, balaca bir cığır açdınız. O da oradan, bax bu başlanğıcıdır. İndi təsəvvür edin ki, bugündən sonra nələr ola bilər sizin həyatınızda. İnsanlar da möcüzə kimi baxır, anlamır ki, doğrudan da mən həmişə deyirəm də, yarım günə. Buradadır hər şey, düşüncəmizdədir. Aç qoy hamısı gəlsin. Onu deməkdən yorulmuşuq, inanırsınız. Bax, istər şuuraltı da burada yerləşir, ondan sonra şuur da, zehin də, İştəhlər, arzular, bloklar. Hər şey, bəli. Əgər sən ruhun, bədənin və beynin bir vəhdətdə yaşaya bilirsənsə, mən demirəm 100%-dir. Heç olmasa bir gün ərzində biz düşüb qalxa bilir də frekans. Çalışasan onu bir belə yaşamağa, o zaman inanın ki, sistem özü sizi aparacaq. Bir son sualımı da verin, veriliş o qədər şirin getdi ki, həmişə nəzərdə tutduğumuz mövzu çoxsu qalır qıraqda. Bayaq həmişə deyirsiniz ki, məsələn 5 enerjisi, 5 rəqəmin daşıyıcısı ya enerji daşıyıcısı neqativdə deyilsə, yaxud da pozitivdədirsə, siz tutaq ki, bir nəfərə hazırlayanda həmin o analizi, numeroloji analizi siz onda bilə bilirsiniz. Bəzən mən bildiyim qədər, məni tanıyanlar deyir, məndən heç nə soruşmadı. Sadəcə rəqəmi soruşdu, adımı, soyadımı soruşdu. Siz onu hazırlayanda bilirsinizmi ki, bu adam neqativdədir, yoxsa pozitivdədir?
Bilinir, bəli. Nədən bilinir? Mən nəyə görə deyirəm ki, çakralarla əlaqəli eləyirik biz bunu müqayisəli? Çakra göstərir zaten. Çakra bilirsiniz nəyi göstərir? Nənə babaların həyatını. Onlar nəyi keçib, nəyi keçə bilməyib. İnanın ki, bunu bir dəfə demişəm. Nənə baba hardan tuzağa düşüb, hardan çuxura düşübsə, yəni hardan maneə Zərbə yaşayıbsa alırsa, hə. həyatında gəlib həmən adam da həmən yerdən zərbə alır. 90% belədir. Bir 10% o da cavanlarda elə olmur. Yəni bu ona deyirlər türklər mutluluqla təkamül eləmək. Bu bizim təkamülümüzdür də. Çox adam məsəl üçün beyninə vurur ki, yəni görsən o bilinçaltın. Çünki biz bu dünyaya doğulanda bizə bilinçaltı, yəni şuur altına yaddaş yazılır. Nəsil yaddaşı yazılır. Bunu elm də sübut eləyib, bunu dinimiz də deyir. Yəni əgər elmlə din üst-üstə düşürsə, orada mənim üçün ikinci bir şey yoxdur. Və ona görə mən çox arxayınçılıqla deyirəm ki, həmən o bizim bilinç, yəni şuur altına yazılan həmən nəsil yaddaşı bizi məcbur edir ki, həmən yerdən biz bir problem yaşayaq. Həmən o çakraların düzülümündən mən görürəm, bəli, tutaq ki 5-dir. Özü 5 rəqəmidir və yaxud da ki, heç başqa bir rəqəmdir. 5-ci çakra boşdur. 5-ci çakranın boşluğu nə deməkdir? O qədər böyük bir şeylərdir ki, yolu astrala açıqdır. Astralın bütün negativ enerjisi onun üstündədir. Bu adam ya evdən çıxmaq istəməz çölə, deyər elə evdə oturum, məsələli adam var deyər. Ya da ev iş, kabinet. Hə. Məsələn, adam səyyar işləri sevmir. Ya da ki, bütün günü çölləri gəzər, evə yığışmaz. Ha. O orta yoxdur. Yəni orada tək bu deyil, orada nələr var, nələr çıxır. İnanın ki, uyuşturucuya qədər, yəni narkomaniya qədər, yəni içki, alkoqolik, siqaret, bütün bu şeylər, alüdə olmaq, yemək, içmək, bütün yəni numerologiya bütün bunların hamısını çox rahat şəkildə ortalığa qoya bilir. Bizim rəqəmlərimiz, mən həmişə gözümün qarşısında rəqəmləri bir tərəfdə tuturam, çakraları bir tərəfdə. O artıq mənim o Tamamlanır da mən həmişə kimmiş. deyirəm ki, bax, mənə heç nə deməyin. Görsən, deməli analizə başlamaq istəyirəm. Bütün nəsil dəftərini tökür ortalığa ki, bax deyim, baxam, heç də mənə deməyin. Sakitcə oturun yerə özdə, mən danışım. Elə vaxtı çatdıqca siz mənə müdaxilə edərsiniz ki, bəli, bu belə olmuşdu ya olmamışdı. Bir neçə nəfər sizə müraciət edənlərdən görüşmüşük. Siz səslər yazırsınız, pillə-pillə, mərhələli, üzərinə düşən vəzifə, Bəli. hətta gecə yatanda hansı ayələri, duaları oxuyun. Eləsi var, heç dua yazmırsınız, deyirsiniz ki, başqa şey deyil, bunu belə elə, get filan kəsdən barış. Sən çox enerjiniz gedir ona. Mən şəxsən o boyda enerji itirmərəm. Fərdini, ona görə mən o Düzdür. fərdi insanlarla işləmirəm. Yəni kimsə, müştəri ilə falan məni çox yorar o. Elə deyirəm, ümumi danışım. Onu Amma çox siz adam- enerjiniz indi maşallah o qədər aşıb daşır ki, eləyirsiniz də. Ona görə onların adından da minnətdaram ki, nə qədər adamı Təşəkkür ayıltmısınız. Bizim, yenə deyirəm, o negativi pozitivə çevirmək məncə cənnət qazanmaq qədər savab işdir. Bax, bu işdə siz İnşallah. görmüşəm də, yəni mən görmüşəm. Negativ desələr onu da deyərəm, amma hələ ki hər şey yaxşı gedir. Elə danışığımızdan da bilir, izləyicilərin yazılmasından da. Amma, Hər verilişə 60-100 arası rəy yazılmır ki, sizə yazılır. Onu da deyim ki, məsələn, fərqdə işləmək insanın doğrudan da enerjisini məhv edə bilər. Məni dualar xilas eləyir. Yəni mən hətta analizə başlamamışdan qabaq da o duanı edirəm. Hətta o zaman məsəl üçün mən o duanı edib Allahın izni ilə sözünü deyirsənsə, artıq ora kimsə girə bilməz, heç bir negativ. Gəlib o, yəni hücum eləmək istəsələr də o negativlər, yəni onu bacarmırlar. Amma o Sergey Nikolayeviç Lazarev deyir ki, mən fərdi işləyirdim, amma sonra gördüm ki, mənim auram məhv olur. Yavaş-yavaş məhv. Sonra keçib bütöv insanlarla işləməyə. Hə, yəni o daha çox insanlarla işləməyə, daha ümumi vermək. Çünki bilirsiniz niyə? Mən tək bir insanla işləyəndə ona o qədər hər şeyi başa salıram ki, istər-istəməz mən onun təkamülünə qarışmış oluram. İndi baxın, görün, bu nə qədər təhlükəlidir. Düzdür, mən oradan ödəniş alıram, o məni hardasa o balansda saxlayır. Amma məsəl üçün o insanı o qədər öyrətməkdə biraz müəlliməlikdən məndə var da, o öyrətmək sonra arada özümə deyirəm, dur, stop.
Yəni bu insan da heç olmasa bir eləsi var ki, mənə deyir ki, Kəmalə xanım, onları bir punktla yazın, mənə verin. Deyirəm, onu görməyəcəksən, elə Yox, şey yox, olmayacaq. hazır nazır O lap belə. O zaman mən elə bir ki deyirəm ki, sən otur, sən heç kimsən, yarğıya girmiş olaram mən. Amma yəni bu belə ona görə deyirəm ki, biraz toplu artıq seanslara, toplu nəsə bir seminarlara, toplu bir şeylərə keçmək Bir vaxtı. rəqəmində keçərik inşallah. İnşallah, Hə, inşallah. sizə yeni eləmək. Çox sağ olun Kəmalə xanım. Yenə də həmişəki kimi maraqlı danışdınız. Rahatlanın. Bəzən izləyicilərimiz əksir deyir, Kəmalə xanım danışanda sanki sən yuxun gəlir. Deyirəm, hə də həm belə rahat, səsiniz də yaxşıdır, həm rahat danışırsınız. Adam Beş doğrudan da enerjisindən. hə, çox rahatlıq verir. Göründü üzbəüz danışan başqa adamlar nə qədər Beşlərin rahatdır. səsi belədir, Səbah müəllim. Heç bir rəqəmdə o yoxdur, amma 5-in səsindən biz həmişə deyirəm ki, mən səsinizdən istifadə edin. Allah səsinizə qüvvət versin. Sağ olun, sizlə Səsiniz belə. ucalardan gəlsin. Deyir, keçək atalar sözünə. Hə. Belə, dəyərli dostlar, daha bir maraqlı verilişimizi başa çatdırdıq. Siz də bəyənin, paylaşın, təbliğ eləyin. Bu gözəl verilişdir. Həqiqətən gözəl verilişdir. Azərbaycan mediasında belə verilişlər olmur. Ay ildə bir dəfə bəlkə təsadüfən bir qonağın simasında olur başqa kanallarda. Amma bizdə hər həftə hələ bəzi parçaları da kəsib həftə arası da paylaşmağa çalışıram short videolarımızda. Amma yəni daima burdadır. Siz də baxın, maariflənin, suallarınız olsa yazın, təklifləriniz olsa yazın. Başqa nə deyim? Elə yaşayın ki, ruhunuz həmişə şəfalı olsun. Hələlik. Hələlik, sağ olun.